Salam əziz şagirdlərim, bu gün mən sizə şagirdlərin ən çox çaşdığı birləşmələr var ki, onların izahını verəcəm. Uşaqlar ismi birləşmə, yoxsa feili birləşmə olan bəzi ifadələr var ki, bunu çox qarışıq salırlar. Biz demişik ki, ismi birləşmə, xüsusilə də 3-cü növ təyinli söz birləşmələri düzdür. Təyinli söz birləşmələri proqramdan çıxıbdır. Amma biz bununla bağlı dəhşət çox suallar görürük. 3-cü növ təyinli söz birləşməsində birinci tərəf müəyyən bildirən yəli çal, ikinci tərəfi isə mənsubiyyət şəkilçili olduğunu demişdik. Məsələn, deyirəm ki, sənin kitabın. Bu ismi birləşmədir. Nəyə görə? Birinci tərəfdə gördüyümüz kimi yəli çal var, ikinci tərəfdə də mənsubiyyət var. Bu yəni çox rahat bir məqamdır. Bilirəm ki, hər biriniz bilirsiniz. Bəs siz nədə çaşırsınız? Bəzən belə bir məqam verilir ki, sənin oxumağın və verilə bilər sənin yazdığın. Uşaq deyir, müəllimə, bunlar da ismi birləşmədir hər ikisi. Bəli, birinci ismi birləşmədir, amma ikinci ismi birləşmə yox. Siz artıq buna feili birləşmə deməlisiniz. Bəli, burada yəli çal var. İkincidə də yəli çal var. Birincinin əsas tərəfində mənsubiyyət var. Yazdığın sözündə də mənsubiyyət var. Deməli, əgər uşaqlar sizə yəlikdən sonra məstər gəlib, məstər mənsubiyyət qəbul edibsə, siz buna ismi birləşmə deyə bilərsiniz. Amma yox, sizə yəlik, ikinci tərəfdə dıq üstəgəl mənsubiyyət gəlibsə, siz artıq buna feili birləşmə deməlisiniz. Yəni, bu feili sifət tərkibi yaradacaqdır. Və belə bir ifadə verə bilər ki, sinfin oxuyanı, məsələn, sinfin oxuyanı. Baxın, ikinci tərəf, yəni əsas tərəfimdə ən şəkilçisi feili sifətdir. Siz buna da ismi birləşmə deyəcəksiniz. Bəs nə zaman feili birləşmə deyirik? Birinci tərəf yəlik, ikinci tərəf dıq üstəgəl mənsubiyyət olanda ona feili birləşmə deyirsiniz. Yəni, yadınızda qalsın ki, dıqla yaranan ismi birləşmə yoxdur. Əsas tərəf feili sifətin şəkilçisi olan dıq üstəgəl mənsubiyyət olanda o artıq feili birləşmə olur.